Bismillahirrahmanirrahim. Güzel insanlar, əziz Allahın xeyri, bərəkəti, salamı, afiyeti sizin və ailənizin üzərinə olsun. Sizi əziz Allahın salamıyla, salamların ən gözəli ilə salamlayıram. Qəlbinizə huzur olsun, evinizə bərəkət olsun. Gözəl insanlar, bugün mən sizə Ədəbiyyat qəzetində çap olunmuş, Şeyx Nizami ilə bağlı çap olunmuş bir məqaləm haqqında bir özət olaraq paylaşım etmək qərarına gəldim. İstədim ki, bu məqalə ilə tanış olasınız, alasınız, oxuyasınız, paylaşasınız. Öncə bir məqaləni istəyirəm sizə göstərəm. Bu bizim Ədəbiyyat qəzetimizdir. Ümid edirəm ki, görünür. Nizami Gəncəvinin təkəbbür anlayışı nizamşünaslıqda bir ilkdir. İlk dəfə Nizaminin təkəbbür anlayışını bütün detalları ilə şərh etməyə çalışmışam. Yəni, onun farsçasını, orijinalını istifadə edərək bütövlükdə söz-söz. Yəni, Nizaminin öz anlayışına uyğun olaraq, Nizami dövrünün mədəni anlayışına uyğun olaraq Nizamini söz-söz şərh etməyə çalışmışam. Biz niyə bunları edirəm gözəl insanlar? Çünki mən deyirəm ki, Azərbaycanın inkişafının yolunu açmaq üçün 3 bağı qurmamız lazımdır. Allahla bağımızı sağlam bağ quracağıq, milli, mədəni dəyərlərimizlə, keçmişimizlə sağlam bir bağ quracağıq, eyni zamanda dünya ilə bir bağ quracağıq. Nizami Gəncəvi bizim qurucu şəxsiyyətlərimizdən biridir, maya şəxsiyyətlərimizdən biridir. O mayanı görməli, oxumalı, yenidən dəyərləndirib günümüzə gətirməliyik gözəl insanlar. Və bu yazını çap etdiyinə görə bilirsiniz ki, bu Ədəbiyyat qəzetində çap olundu. Hər həftənin cümə günü satışda olur. O qəzetin baş redaktoru Azər bəydir, Azər Turandır. Azər bəy Turanın bir neçə özəlliyi var, onu da burada qısaca söyləmək istəyirəm. Biri odur ki, Azər bəy hər zaman milli dəyərləri təbliğ elədi. Edir və inşallah edəcək. Azərbaycan mədəniyyəti ilə bağlı çox işləri var, amma mən ikisini önəmlə, özəlliklə altını xətt çəkərək oxumanızı istəyirəm. Biri Azərbaycanın iki böyük şəxsiyyətinin Azərbaycan xalqına tanıdılmasında çox önəmli rol oynadı. Onlardan biri Hüseyn Caviddir, böyük milli dəyərimiz, və biri də Əli bəy Hüseynzadədir. Bu iki böyük şəxsiyyəti, yəni Hüseyn Cavidi və Əli bəy Hüseynzadəni Azərbaycana yenidən tanıtdı. Onları gündəmə gətirdi. Onları qurucu şəxsiyyət kimi tanıtdı. Və bu məqaləni də çap etdiyinə görə Azər bəyə təşəkkür edirəm, gözəl insanlar. Bu məqalənin birinci hissəsidir. Yəni 3 səhifədir, 3 qəzet səhifəsidir. Satışda var, ala bilərsiniz. Ala bilməsəniz də mən Ədəbiyyat qəzeti paylaşanda onun linkini sizə atacağım. İnşallah oradan da girib oxuya bilərsiniz, rəylərinizi bildirə bilərsiniz və istəyirəm ki, oxuyasınız. Gerçəkdən bir şah əsərdir. Bir əmək verilmiş. İnanın ki, bu məqaləni mən ağlımın təri ilə, ürəyimin təri ilə, duyğularımın təri ilə əmək verərək yazmışam yəni. Nizaminin adına layiq bir iş ortaya qoymuşam ki, Azərbaycan xalqı özünə güvənsin. Nə qədər böyük milli dəyərlərə sahib olduğunu bilsin, sadəcə bilməsin. Getsin, o milli dəyərləri oxusun, öyrənsin. Mən də bunu etməyə çalışdım. Nizami qarşısında bir növ, bir vətəndaşlıq, bir yurttaşlıq, bir dəyərdaşlıq vəzifəmi yerinə yetirməyə çalışdım. Gözəl insanlar. Bu məqalədə Nizami özət olaraq nə söylüyor, gözəl insanlar? Birincisi, təkəbbürü bir mənəvi, əxlaqi, psixoloji, sosial və siyasi xəstəlik kimi tanıdır. Deyir ki, təkəbbürün işi nədir? Özət olaraq söyləyirəm gözəl. Birinci deyir ki, təkəbbürün işi budur. Təkəbbür və təkəbbür adam qoparır. Çürüdür. Nəyi qoparır? Bir, insanla Allahın münasibətlərini qoparır. İnsanla Allahın münasibətlərinin, doğru münasibətlərinin, sağlam münasibətin əsası tövhid inancıdır. La ilahə illallah, yəni Allahdan başqa ilah yoxdur. Təkəbbür və təkəbbürlü insan Allahla bağını qoparır, tövhid inancının yerinə şirki qoyur. Yəni Allaha şərik qoşur. Təkəbbürlü olmaq şirk qoşmaqdır. Özünü haşa Allah hesab etməkdir. Bu qədər böyüklük iddiasıdır. Yer göy mənim fironluqdur yəni. 2. Nizami deyir ki, təkəbbür eyni zamanda insanın özü ilə bağını qoparır. İnsanın fitrəti ilə bağını qoparır. İnsanın həddinin aşmasına səbəb olur. Və deyir ki, həddini aşan ziddinə çevirilər. Yəni təkəbbür insanı şeytanlaşdırır. Həddini aşan insan, qudurmuş insan, haqq, hüquq tanımayan insanı Nizami deyir. Təkəbbürlü insan, o təkəbbür o insanı şeytanlaşdırır.
Üçüncü deyir ki, təkəbbür insanların insanla bağını qoparır. Bax, Nizami deyir ki, insanın insanla bağının əsasında iki dənə önəmli dəyər var. Çox dəyər var, amma iki fundamental dəyər var. Əgər istəyirsiniz ki, evinizdə, ailənizdə, məktəbinizdə, cəmiyyətinizdə, dövlətinizdə, hər yerdə hüzur olsun, barış olsun, Nizami deyir ki, insanlar arası münasibətin əsası iki təməli var. Ədalət və mərhəmət. Deyir ki, təkəbbürlü insan və təkəbbür haqq və ədalət, mərhəmət tanımadığına görə haqq, ədaləti və mərhəməti götürür, yerinə nə qoyur? Zülm və acımasızlıq qoyur. Təkəbbürlü adam əzir, əzmək istəyir. Mərhəmət tanımaz, ədalət tanımaz, haqq tanımaz deyir. Baxın. Sonra deyir ki, təkəbbür və təkəbbür xəstəliyi və təkəbbürlü insan təbiətlə bağı pozur. Yəni insanın təbiətlə sağlam bir bağ qurmasına izin vermir. Yəni Nizamiyə görə təbiətlə, kainatla insan arasındakı münasibətin əsası nədir? Deyir, əmanət şuurudur. İnsan suya, dənizə, havaya, ölkəsinə, hər şeyə əmanət kimi baxmalıdır. Əmanət kimi baxan ağacları kəsməz, suyu zəhərləməz, havanı kirləndirməz, haqları pozmaz. Heyvanın da, çiçəyin də, böcəyin də, suyun da haqqı olduğunu bilər və onu qoruyar. Təkəbbürlü insan bunları ləğv eləyir, yəni təbiətə əmanət kimi baxmır, yırtıcı kimi baxır. Kəsir, parçalayır, hər şey mənimdir deyir. Sonra Nizami deyir ki, təkəbbür daha nəyi qoparır? Sərvətlə insanın bağını qoparır. Sərvətlə insanın bağının əsası nədir? Halalından çalış, halalından qazan, halal yerə xərclə. Təkəbbürlü isə sərvətə əmanət kimi deyir, mülkiyyət kimi baxır. Deyir, hər şey mənimdir. Doymaz təkəbbürlü insan, doymaz. Tamah onu öldürər. Zülmə yol açar deyir yəni. Sonra deyir ki, təkəbbür və təkəbbürlü insan ədalətlə bağını qoparar. Ədalətin yerinə zülmü qoyar. Heç kəsin haqqını tanımaz. Mərhəmətlə bağını qoparar, mərhəməti götürər, mərhəmətin yerinə işgəncəni gətirər. Haqsızlığı gətirər, acımasızlığı gətirər. Gözəl insana bax. Bu qədər qorxunç bir xəstəlikdir deyir. Yerinə nə təklif edir? Baxın, görün nə təklif edir. Deyir ki, bir insanın və bir dövlətin, bir cəmiyyətin hüzur içində yaşamasını istəyirsinizsə, barış içində yaşamasını istəyirsinizsə, baxın, buna ehtiyacınız var. Deyir, bir, dövlətin imanı, ədalət və mərhəmətdir. Dövlətindir. Dövlət hər kəsimə bərabər məsafət olmalıdır. Sağçıdır, solçudur, qadındır, nəyə inanır, inanırmı, inanmırmı, ateizmi, dəxli yoxdur. Dövlət üçün bunların önəmi yoxdur. Dövlət hamıya bərabər məsafədə dayanır və dövlətin işi ədalət və mərhəməti təmin etməkdir. Dövlətin imanı ədalət və mərhəmətdir deyir. Və nəhayət deyir ki, işiniz, dövlətin və sizin işiniz budur ki, baxın, diqqət edin, nə qədər böyük bir ölçü qoyub. Əgər bu ölçüləri insanlıq tətbiq etsə, barış gələr, hüzur gələr, qardaşlıq gələr, mehribanlıq gələr, ədalət gələr, birgə yaşayış mümkün olar. Baxın, nə deyir? Çox sadə düstur qoyub. Deyir ki, hər kəsə ədalət. Baxın, hər kəsin altından xətt çəkirəm. Hər kəsə ədalət. Ədalət bəlli bir kəsimə aid ola bilməz deyir. Hər kəsə ədalət varsa o ədalətdir. Baxın, nə qədər böyük ölçü qoyub. Hər kəsə ədalət. 2. Hər kəsə mərhəmət. Yenə hər kəsin altından xətt çəkirəm. Bax, hər kəsə, bəlli bir kəsimə deyil, hər kəsə mərhəmət. 3. Diqqət edin, hər kəsə rifah. Diqqət edin, bir qrupa yox, hər kəsə rifah. 4. Hər kəsə güvənlik. Baxın, dünyanı xilas edəcək dəyərlər deyilmi? Təkrar edinmi? Hər kəsə ədalət, hər kəsə mərhəmət, hər kəsə rifah, hər kəsə güvənlik. Sizcə Şeyx Nizami bunları hardan mayalayıb özünü? Qur'an-ı Kərimdən mayalayıb. Şeyx Nizaminin düşüncəsini mayalayan dəyərin adı, ən önəmli dəyərin adı Qur'an-ı Kərimdir. Bunu mən söyləmirəm, özü söyləyir. Xak-ı Nizami ki be təyid ust, məzre-i dane-i tövhid ust. Xak-ı Nizami ki be təyid ust, məzre-i dane-i tövhid ust. Nizami deyir ki, mənim mayam, toxumum, canım, ruhum, xəmirim Allahın tövhid inancı ilə yoğrulmuşdur. Tövhid inancı ilə ağlı, duyğuları, vicdanı, ruhu, qəlbi, əxlaqı, tövhid inancı ilə, la ilahə illallah inancı ilə yoğrulan bir insan nə deyər? Bax, bunu deyər. Hər kəsə ədalət, hər kəsə mərhəmət, hər kəsə rifah, hər kəsə güvənlik. İnşallah bu məqaləmiz davam edəcək. Hər həftənin, xatırladıram, cümə günü satışda olacaq. Hər həftənin cümə günləri.
alabilirsiniz. Alarsınız, paylayarsınız. Xeyri yaymaq lazımdır, güzel insanlar. Gerçekten böyük yemek vermişim. Oxusanız inanıram ki mənə dua edeceksiniz. O kadar böyük məqalədir ki, Nizaminin ve Azərbaycan xalqının böyüklüyünü göreceksiniz. Dünyaya ne kadar büyük değer verib, insanlığa ne kadar büyük değer ortaya koyub. Lütfen alaq, paylaşaq, yayaq, xeyri çoxaldaq gözəl insanlar deyirəm. Yazırıq, yazmağa devam edəcəyik. Yasa batmaq yoxdur, ümidsizlik yoxdur. Ümidsizlik şeytanın işidir. Biz elimizden gelen edəcəyik ki, Cenab-ı Allah'ın huzuruna gidəndə Allah'ım, gücüm çatan her şeyi ettim diyebilirim. Beni dinlediğinize göre size teşekkür ederim. Sağ olun, var olun, əziz Allah'a emanet olun. Her birinize adalet, her birinize merhamet, her birinize rifa, her birinize güvenli olsun, sevgi olsun, barış olsun, huzur olsun, adalet olsun, hayır olsun, bereket olsun. Güzel insanlar.